Qulağı dart uzat, denən 1 metr elə. 1 metrə də dart qulağı uzat, xeyri yoxdur, bunlar olacaq. Bilməm, qulağı dartıb, o səsi çıxardanda nə olur? Adamlar elə ki, qulağı dartmaqla ölüm adamdan uzaqlaşır. Deyirəm də, dartıb nə boyda uzadasan qulağı, bu olacaq. Deyir ki, وَمَنْ نُعَمِّرُهُ نُنَكِّسُ فِي الْخَلْقِ Qaydadır. Kimsə yaşatdıqsa, onu mütləq və mütləq bir də nöqsana uğradacaq. Yəni, yavaş-yavaş gözünün qabağında görəcəksən. Adam, mən indiki yaşımdan, mən qoca kişi deyiləm, inşallah hələ o həddə çatmamışam. Amma ki, qoca kişi olmaq da ayıb deyil, indi ona da gəlib çıxacaq. Qoca kişi, bəziləri heç vaxt qoca kişi olmayacaqlar. Elə bilər ki, ancaq qonşularımız qocalacaq, ancaq elə deyil, yəni hamı bu mərhələləri keçəcək, hələ Allah ömür versə, Allah deyir ki, gözün nuru zəifləyəcək, addım atanda zəif addım atacaqsın və s. Nunəkkisu fil xalq, yəni hamısını əhatə eləyir. Reallıqları da həyatın, düz deyil. Niyə bundan qaçaq ki? Niyə bundan qaçaq? Niyə biz elə yaşamalıyıq ki, pis şeyləri unutmaqla bir tər gün keçirməliyik, məcbur olaq unudaq? Niyə? Niyə reallıqlarından qorxaq həyatın? Niyə aciz yaşayaq? Yaşlı kişi görsəni yol gedir, çox yaşlanır, əlini məsələn əsa ilə gedir, dayanır, biraz yol gedir, dayanır. Sən bir bax deyirən ki, mən belə olacam, yaşasam hələ. Mənim üçün bu gün var. Özdə çox az qalıb. Az qalıb, bilirsiniz kimə deyirəm? Bu tədbirdə, bu moizədə 18 yaşlı uşaq varsa, ona deyirəm az qalıb. Az qalıb o vaxtda. Görəcəksiniz, çox az qalıb. Cavan bunu görmürsə məst olur.